Bu gün mən belə bir maraqlı layihə sizlərə təqdim edirəm. Uzaqdan bu gördüyünüz sensor idarə edir telefonu və bu etik çərçivə laboratoriya şəraitində təbii ki, mobil penetrasiya yönündə hazırlanmış bir layihədir. Və mən yandırıb söndürmə ilə yanaşı, bax görürsünüz, mən burada vururam, yandırıb söndürürəm uzaqdan sensorla. Və mən hətta buradan belə deyək, YouTube-a da girə bilərəm. Məsələn, baxın, 2 vurdum YouTube və ya kamera 8, avtomatik və yaxud saytıma yönəlmə 5. Hər rəqəm bir event hadisəyə və oradan agent və CM-ə loqluyur. Avtomatik 4-ə vururam və 4-ə vurmağımla, belə deyək, 4-ə vurmağım avtomatik telefonuma SMS gəlməlidir, baxırıq. Hər layihə loqlanır. Hər layihə bir eventdir və oradan agent, CM-ə loqlar da gedir, custom loqlar. Və baxırıq, avtomatik yönəlmə ilə getdi. Mən burada müəyyən mənə müraciətlər olur və bildirlər ki, kiber təhlükəsizlik bugün 90-cı illərin kiber təhlükəsizliyi deyil. Və biz nəzərə almalıyıq ki, sistem layihə üzrə getməlidir. Əgər biz sabaha iri bir şirkətlərə çalışmaq istəyiriksə, məsələn, belə deyək, böyük şirkətlərin tələbləri var, onlar layihə üzrə gedirlər. Məsələn, gördüyünüz bütün mənim əməliyyatlarım agentə, CM-ə, hamısı custom loqlanır. Və yəni, hər hansı gördüyünüz əməliyyat, mobil penetrasiya və fərqi yoxdur, hansı yöndə hazırlaşırsınızsa, ümumiyyətlə, cyber security belədir ki, mühəndis hər tərəfli olmalıdır. Həm coding, həm şəbəkə, həm server, həm application yaradacaqsa və ya sistem anlayacaqsa mühəndis budur.